Hava ilə bağlı bir xəbərdarlığı diqqətinizə çatdıracağıq. Diqqətli olun, hava kəskin şəkildə isti olacaq. Belə ki, temperatur 40 dərəcəyə qədər yüksəlir. Gündəm xəbərin efirində isə 23 avqust tarixidir və avqustun 24-nə gözlənilən Milli Hidrometeorologiya Xidmətinə istinadən hava haqqında məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub-qərb küləyi məhz şimal-şərq küləyi ilə səhər radələrində əvəz olunacaq. Havanın temperaturu isə gecə 22-25 dərəcə isti, gündüz 33-38 dərəcəyə qədər yüksələcək. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında hava şəraiti yenə də yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətdə az yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər dağlıq ərazilərdə arabir zəif duman müşahidə olunacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz isə 35-38 dərəcə yüksələcək. Bəzi yerlərdə isə havanın temperaturu gündüz saatlarında 40 dərəcəyə qədər yüksələcək. Məhz dağlarda isə gecə 14-19 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır.